Salam əziz izləyicilər. Perspektivin növbəti buraxılışında qarşınızdayıq. Bugün regionda baş verən proseslər yenidən diqqət mərkəzindədir. İranda keçirilən mitinqlər təkcə daxili siyasi gündəmi deyil, regional sabitliyi də sual altına alır. Bu proseslərin səbəblərini və mümkün nəticələrini politoloq Aytən Qurbanova ilə müzakirə edəcəyik. Aytən xanım, xoş gəlmisiniz. Xoş gördük. Qısacası desək, bugün İranda nə baş verir və bunları necə dəyərləndirə bilərik? İranda biz ciddi sosial əsaslı etirazların baş verdiyini aydın şəkildə müşahidə edirik. Xüsusilə son bir neçə ildə baş verən etirazlarla müqayisə eləsək, kifayət qədər geniş masştablı, daha intensiv, daha mütəşəkkil xarakterli çıxışların olması onu deməyə əsas verir ki, bu sadəcə daxili faktorlarla idarə olunan bir etirazlar deyil. Burada ciddi xarici maraqların olduğunu da aydın şəkildə müşahidə etmək olur. Xüsusilə də Amerika Birləşmiş Ştatları tərəfindən, rəsmi olaraq Trump tərəfindən etirazların ilk gündən etibarən səsləndirilən fikirlər onu deməyə əsas verir ki, Amerika mərkəzli İranda baş verən proseslərdə maraqlı qüvvələr var. Hətta Trump elan etdi ki, əgər dinc etirazçılara qarşı hər hansısa bir formada zor tətbiq olunsa, o zaman Amerika Birləşmiş Ştatları tərəfindən İrana müdaxilə olacaq və bunun qarşısı alınacaq. Bu, onu deməyə əsas verir ki, bu etirazlar birbaşa Amerika tərəfindən, rəsmi Vaşinqton tərəfindən dəstəklənir. Bunun daha əvvəli varmı? Bəli, 12 günlük İsrail-İran müharibəsi və ondan son günlərində Amerika Birləşmiş Ştatları tərəfindən İrana həyata keçirilmiş hücum əməliyyatı, bu hücum əməliyyatı nəticəsində İrana verilmək istənilən əsas mesajlardan biri məhz nüvə proqramı ilə bağlı idi. Düşünürəm ki, bu etirazların bu qədər çox dəstəklənməsinin əsas səbəblərindən biri məhz İranın nüvə proqramı ilə bağlı danışıqlarda geri addım atması, uran zənginləşdirilməsi ilə bağlı əldə etdiyi nailiyyətlərdən tamamilə imtina etməsi və ən azından 2015-ci il çərçivə sənədinə formatında yeni bir razılaşmanın əldə olunması əsas hədəflərdən biridir. Bugünkü hadisələr onu deməyə əsas verir ki, o qədər də asanlıqla buna nail ola bilməyəcəklər. Çünki İran hökuməti də ciddi ölçüdə praqmatik yanaşmağa çalışır. Yəni ifrat, sərhədsiz güc istifadəsini biz müşahidə etmirik, amma tam əksinə olaraq Pezeşkiyanın xalqa müraciəti və xalqa müraciəti fonunda xalqın kifayət qədər geniş tərkibli dəstəyini də aydın şəkildə müşahidə etdik ki, bu Amerikanın da, İsrailin də planlaşdırmadığı və senariyə daxil etmədiyi nüanslardan biridir. Çünki ali dini liderə nə qədər çox rəğbət yoxdursa, nə qədər çox aqressiya varsa, eyni zamanda Pezeşkiyanın formalaşdırdığı yumşaq xətt, yeni bir yanaşma İran cəmiyyətində dəstəklənir və düşünürəm ki, Pezeşkiyan bu istiqamətdə öz mövqeyini daha da möhkəmləndirmiş oldu və bu artıq Qərblə Pezeşkiyan arasında yeni bir danışıqlar prezidentinin yaranmasına da gətirib çıxartdı. İranda parçalanma ssenariləri ya da hər hansısa bir formada ciddi rejim dəyişikliyi ilə bağlı atılacaq addımlar yaxın perspektivdə düşünürəm ki, hər hansısa bir formada real deyil. Amma ümumilikdə həm dini lideri institutunun dayaqları kifayət qədər sarsılıb 1979-cu ildən bu güclü əsasda formalaşdırılmışdı. Həm də ki, İranda yeni dəyişikliklər, islahatların həyata keçirilməsinin artıq qaçınılmaz olduğunu da düşünürəm ki, dövlət qurumları və İranın mövcud siyasi rejimi aydın şəkildə başa düşüb. Yaxın bir neçə gündə hadisələrin fərqli istiqamətdə cərəyan etdiyini də aydın şəkildə müşahidə edə bilərik. Biz daha çox bu kimi məlumatları mətbuatdan izləyirik və dünyanın ən aparıcı böyük telekanalları bununla bağlı müəyyən görüntülər göstərirlər, xalqın nümayişini göstərirlər, hətta İran daxilində müəyyən bayraqların açıldığını göstərirlər, başqa dövlətlərə aid olan bayraqların. İzlədiyimiz digər kütləvi informasiya vasitələri də bunların düzəltmə olduğu, başqa bir yerdə çəkildiyi, xüsusilə yəni bu kimi halların çox da baş vermədiyi ilə bağlı siqnallar da gəlir və göstərir ki, biraz daha şişirdilmiş bir vəziyyətdir. Həqiqətən vəziyyət çox kritikdir İranda və bu siz dediniz əslində sualın cavabında ki, real görsənmir. Amma hakimiyyət dəyişikliyi necə və demokratik bir seçimə getməsi İran dövlətinin bu real görünə bilərmi? Baxın, son zamanlarda biz İran cəmiyyətində bir ikiyə parçalanmanı aydın şəkildə müşahidə edirdik. Yəni, ali dini liderə bağlı olan şəxslərin verdiyi bəyanatlarla Pezeşkiyanın ya da Xarici İşlər Naziri Əraqçının verdiyi bəyanatlar üst-üstə düşmürdü. Müəyyən yumşaq xətt, liberal yanaşmaları təmsil edən prezident və rəsmi olaraq xalqı təmsil edən nümayəndə, eyni zamanda daha radikal, aqressiv və ifrat dini yanaşmalarla fərqlənən ali dini lider. Bu, həm daxildə rəğbət görmür, həm xarici əlaqələrdə kifayət qədər çox böhrana səbəb ola bilər. Və bu səbəbdən də artıq da ali dini lider institutunun mütəmadi olaraq həyata keçirilmiş islahatlar yolu ilə aradan çıxarılması, düşünürəm ki, İranın gəldiyi nöqtədə, indiki məqamda ən labüd və qaçınılmaz ata biləcəyi addımlardan biridir. Yeni, dünyəvi və daha çox əlaqələrin bərpa olunması istiqamətində yeni yanaşmalara əsaslanan İran və İranın xarici siyasət konsepsiyası həm İranın regional münasibətlərə inteqrasiyası, həm də İranın yaratdığı təhdidlərin aradan qaldırılmasına da gətirib çıxarda bilər. Bu aqressiya İran üçün hər hansısa bir formada bir üstünlük qazandırmayıb. Biz son zamanlarda Orta Şərqdə, Suriyada, digər mərkəzlərdə
proseslərdə, Livanda baş verən proseslərdə, eyni zamanda Qəzza məsələsində nə qədər çox nüfuz itkisini gördük İranın. Öz proksi qüvvələrinin də təsir dairələri məhdudlaşır və kifayət qədər çox daralıb. Və deməli aqressiv ritorika heç bir halda İranı regional liderə çevirməyib. İran region dövlətlərlə münasibətləri bərpa etmədən nə nüvə proqramı ilə bağlı olan sanksiyaları tam aradan qaldıra bilər, nə də ki digər layihələrdə hər hansısa bir formada etibarlı bir tərəfdaşa çevrilə bilər. Düşünürəm ki, Qərbin də arzuladığı İran tamamilə fərqli bir modeldir. Təbii ki, bu Şah Pəhləvilərin hakimiyyətinin bərpa olunması istiqamətində atılacaq addımların real olduğu göstəricisi deyil. Xalq bunlara etimad göstərməyəcək. Həm xalq buna etimad göstərməyəcək, həm onların onsuz nə sosial siyasi dayaqları yoxdur İran daxilində, nə də ki bu İranın gələcəyə yönəlik atacağı yeni addımlar üçün kifayət qədər önəmli bir iradəyə də sahib deyil Pəhləvilər. Ona görə də çağırışına verilən reaksiya bəllidir. Müəyyən bir kəsim ola bilər ki, bu reaksiyanı versin. O da Pəhləvilərə olan dəstək deyil, ali dini lider və radikal yanaşmalar olan aqressiyanın təzahürüdür. Siz 79-cu ildə proseslər hansı istiqamətdə cərəyan etdi? Bu dini bir inqilab deyildi. İranda bütün kəsimlər şah rejiminə qarşı inqilaba qoşuldular. Burada dindarlar da var idi, burada ateistlər də vardı, mərkəzçilər, sağçılar, solçular. Amma sonunda dindarlar ön plana çıxdığı üçün dini şəriət əsaslı bir idarəçilik sistemi formalaşdırdı. İndi də proseslər idarə olunmaz həddə gedəndə şah rejimini bərpa olunacaq demək deyil. Tamamilə fərqli bir istiqamətdə yeni bir namizədin ətrafında ya Pezeşkiyan ətrafında İran cəmiyyəti tam uğurlu şəkildə birləşə bilər. Ona görə də İranın parçalanmasından daha çox mövcud rejimin islahatlara getməsi həm İran üçün ən önəmli addımlardan biridir, həm region üçün kifayət qədər gözlənilən əsas addımlardan biridir. Çünki İranda baş verə biləcək hər hansısa bir xaos, anarxiya region üçün də ciddi təhlükəsizlik təhdidləri yaradacaq. Bütün layihələrin təxirə salınması ya da onlarla bağlı ola biləcək alternativlərin ciddi şəkildə risk yaratmasına da gətirib çıxarda biləcək ki, bu heç qərb dövlətlərinin də marağında deyil, nə Amerika Birləşmiş Ştatlarının marağında deyil, nə düşünsək ki, İsrailin də o qədər çox ciddi marağında deyil. Bugün onlar üçün ciddi strateji təhdid nüvə proqramı ilə bağlıdır. Əgər bugün İran hökuməti nüvə proqramı ilə bağlı hər hansısa bir real bir addım atsa, konstruktiv yanaşma nümayiş etdirsə, biz nə Amerikadan bir bəyanatların səsləndirildiyini müşahidə edəcəyik, nə də İsraildən təhdidlərin ortaya qoyulduğunu müşahidə edəcəyik. Ona görə bu sosial əsaslı olan çıxışlar, etirazlar daxildə idarə oluna bilən həddədir hal-hazırda İran hökuməti üçün. Və bunu idarə etməyi bacarması ilə bağlı sual yaranırsa əgər hazırki rejimin, düşünürəm ki, Pezeşkiyan bunu kifayət qədər uğurlu şəkildə idarə edə bilir. Belə deyək, region ölkələri üçün bunun təhlükəsi nə qədər təhlükəli görsənir? Ciddi təhdidlər yaradır. Yəni həm yeni bir böhranın yaranması, daxildə xaosun yaranması, idarə olunmaz həddə qeyri-qanuni silahlı birləşmələrin peyda olunmasına, ifrat radikal düşüncələrin təbliğ olunmasına gətirib çıxarda bilər. İran elə bir cəmiyyətdir ki, monolit deyil. Orada fərqli-fərqli etnik azlıqlar var ki, onların iddiaları tarix boyu olub və o iddiaların reallaşdırılması üçün müəyyən bir əsas şəraitin formalaşdırılması üçün də cəhdlər var və bunu idarə edən xarici maraqlı qüvvələr də var. İranın parçalanması ya da hər hansısa bir dövlətin parçalanması heç bir halda o dövlətin yerləşdiyi regiona müsbət təsirlər gətirə bilməz. Qaçqın problemi yaradacaqdır. Bəli, miqrasiya axını. Ölkə əhalisi miqrasiya axını edəcək. Cənab Prezidentin sərhədlərin açılmaması ilə bağlı atdığı qərarın nə qədər uğurlu olduğunu onsuz biz mərhələli şəkildə proseslər görürük. İlk ağlımıza gələn məsələlərdən biri bu idi ki, uzun müddətli bəli bu məsələ ola bilər. Və bu Azərbaycan üçün də, ümumiyyətlə digər region dövlətləri üçün də ciddi təhdid yaradır və İranın yerləşdiyi coğrafiyaya nəzər yetirsək, həm imperiya keçmişindən irəli gələn kifayət qədər çox iddialı çıxışları var İranın. Eyni zamanda bu iddialı çıxışlar 79-cu il inqilabından sonra ali dini liderə bağlı olan aqressiv ritorika ilə də davam etdirilib region dövlətlərinə münasibətdə. Yəni İrana münasibətdə xoş münasibətə sahib olan hər hansısa bir region dövlətləri varmı? Ərəb dünyası, İslam dünyasında yox. Bunun günahkarı İrandır. Yəni İran bu düşmənçilik mühitini, xaosu yaradan addımlar atıb, radikal çıxışlarla fərqlənir. İndi İranın dəyişiklik etməsi həm region üçün müsbət yanaşmaları özündə ehtiva edə bilər, həm də özünün inteqrasiya prosesini sürətləndirə bilər. Təbii ki, bu mövcud rejimin atacağı addımlar ciddi ölçüdə nəticələrə təsir edə biləcəyi faktordandır. Amma düşünürəm ki, ssenarilərin ilk günündən ehtimal olunan o hədəflər və istiqamətlər üzrə hadisələr cərəyan etmir və kifayət qədər fərqli istiqamətdə cərəyan etməyə başlayıb. Biz bunu bəyanatlarda da, mediada paylaşılan informasiyalarda da aydın şəkildə görürük. Siz daxildə bayraqların dəyişdirilməsini qeyd etdiniz. Bir neçə gün öncə Böyük Britaniyada, Londonda İran səfirliyindən İranın bayrağının endirilməsi və Pəhləvilərin bayrağının qaldırılması ilə bağlı görüntülər də paylaşılmışdı. Təbii ki, biz süni intellekt əsrində yaşayırıq və kifayət qədər asanlıqla görüntülər manipulyasiya edilə bilər. Amma bu manipulyasiya edici görüntülərdən əlavə verilmək istəyən mesajlar da var. Və bu mesajlardan biri də İran hökumətinə ən əsas istiqamətdədir ki, əgər razılıq əldə olunmasa, daxildəki proseslər daha dərin qatlara qədər
qədər gedə bilər ki, bu sadəcə artıq rejim dəyişikliyi deyil, İranın parçalanması region üçün ciddi təhlükəsizlik təhdidlərini də özündə ehtiva edir. Regionda əsas güc sahiblərindən biri olan Rusiya. Bəli. Rusiyanın buna mövqeyi nədir və konkret olaraq hər hansısa bir addım və ya da bəyanat verirmi? Biz hər hansısa bir bəyanatın onsuz səsləndirildiyini konkret müşahidə etmirik. Rusiya özü belə elə bir mərhələdən keçir ki, Rusiya-Ukrayna müharibəsi artıq bilir ki, 4 ilə yaxındır davam eləyir. Rusiya-Ukrayna müharibəsi fonunda həm hərbi cəbhədə, həm də diplomatik cəbhədə Rusiyanın onsuz maksimalist çıxışları da davam edir və bu dövrdə Rusiyanın öz müttəfiqlərinə hər hansısa bir formada yardım göstərmək bir potensialı da yoxdur. İranla münasibətlərdə Rusiya müdaxilə edə bilərmi proseslərə? Xeyr. Baxmayaraq ki, müharibənin ilk gedişatında İran PUA-ları həll edici müəyyən mənada təsir faktoruna sahib idi Rusiya-Ukrayna müharibəsində. Eyni zamanda dolayı yolla da olsa Rusiya ilə əlaqələr sanksiyalardan yayınmaya da gətirib çıxardır. Hər iki dövlət sanksiya altındadır və qərblə münasibətləri kifayət qədər böhranlı dövrdən keçir. Və ona görə də indiki məqamda İrandakı proseslərdə Rusiyanın hər hansısa bir fəal mövqe nümayiş etdirməsini gözləmək, düşünürəm ki, müəyyən mənada reallıqdan uzaq yanaşma ola bilər. Amma biz elə bir mərhələdən keçirik ki, yeni bir dünya nizamının formalaşmasından danışırıq və bu yeni dünya nizamı heç də asan bir formada sülh və sabitlik şəraitində formalaşmayacaq. Çünki tarixi analoji hadisələr bizə onu deməyə əsas verir ki, 1648-dən formalaşan sonra Viyana sistemi, Versal-Vaşinqton sistemi, Yalta-Potsdam sistemi və nəhayət soyuq müharibə bitəndən sonra biz uzun dövrdür ki, artıq keçid dövründən danışırıq. Bir qütblü dünya nizamı, çox qütblü dünya nizamı, hətta indi Trumpın təsvir etdiyi Üçüncü Dünya müharibəsi. Üçüncü Dünya müharibəsini biz hibrid şəkildə artıq davam etdiyini müşahidə edirik. Yəni real şəkildə hərbi cəbhədə bütün dünya dövlətləri cəlb olunmasa da biz strateji olaraq Qərblə Rusiya arasında bir qarşıdurmanın, müharibənin olduğunu görə bilirik və Rusiya da tək deyil, Çin və digər strateji tərəfdaşlar da Rusiyanın mövqeyini müəyyən mənada dəstəkləyir ki, bu günə qədər sanksiyalardan yayına bilib Rusiya. Eyni zamanda fosil enerjidən, yəni Rusiyanın ixrac etdiyi enerji resurslarından asıllıq da bu prosesdə kifayət qədər həll edici məqamdır ki, Avropanın, Amerika Birləşmiş Ştatlarının mövqeyinə təsir edici faktorlardan biri. Yəni o qədər çox şaxəli bir prosesin tərkib hissəsidir ki, İranda baş verən proseslər. Sadəcə İran cəmiyyəti və İranın hazırki siyasi rejimindən də tam asılı deyil. Həm Rusiya-Ukrayna müharibəsinin bura təsir mexanizmləri var, həm Çinin mövqeyi kifayət qədər təsir edici faktorlara sahibdir. Hal-hazırda Amerika Birləşmiş Ştatları ilə Avropa arasında kifayət qədər çox qarşı durmanı biz müşahidə edə bilirik. NATO çöküş dövrünü keçirdi, çünki Amerika artıq Qrinlandiya iddialar səsləndirir və faktiki olaraq həmin ərazi ilhaq olunsa, bu o deməkdir ki, NATO tamamilə çöküb, çünki nizamnamənin 5-ci müddəası qüvvəyə minməlidir. Qüvvəyə mindiyi halda kimə qarşı qüvvəyə minəcək? Amerika NATO'nun yaradıcısıdır, Danimarka isə NATO'nun tam hüquqlu üzvlərindən biridir və bu o deməkdir ki, biz artıq yeni konfiqurasiyada yeni bir hərbi siyasi bloklaşmanı da görürük. Bu bloklaşmanın tərkibində Rusiya hardadır, İran hardadır, Çin hansı mövqeyə sahibdir? Yəni ciddi ölçüdə ssenarilər paylaşılır, amma bu ssenarilərin hamısı tam reallığı təsvir edilmi? Təbii ki, xeyr. Mən anlayıram ki, buna belə ekspert olaraq da hər hansısa konkret fikir bildirmək çətindir. Amma bizi nə qədər müddət gözləyir? Yəni hal-hazırdakı proseslər, baş verən proseslərdə həm İranın daxilindəki bu çəkişmələr, mitinqlər, bunların sonluğu və dünyada baş verən proseslər. Təxminən insanlar da tikan üzərindədir. Artıq ciddi şəkildə iqtisadiyyata kifayət qədər təsir göstərir bunlar. Nə qədərə, hansı müddətə bunun bitmə ehtimalını biz planlaya bilərik? Pandemiya dövründən sonra dünya yeni bir mərhələyə daxil oldu. Yəni bütün dünya dövlətləri üçün yeni bir başlanğıc oldu. Bizim daxil olmaqla biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Tamamilə başqa bir unikal model formalaşdırdıq. Qlobal sistemə, qlobal institutlara qarşı tək başına mübarizə aparmağın və beynəlxalq hüququ tətbiq etməyin mümkünlüyünü təsbit etdik. Digər tərəfdən digər münaqişələr tamamilə başqa bir fazaya keçid etdi. Rusiya-Ukrayna müharibəsi 2014-cü ildən sonra ilk dəfə hərbi qarşıdurma həddinə keçdi və 4 ilə yaxındır biz artıq 3-cü dünya müharibəsi ehtimalından danışırıq. Qəzzada baş verən fəlakət, humanitar böhran, Həmasla İsrailin qarşıdurması, Livanda olan əməliyyatlar, Hizbullaha qarşı keçirilən əməliyyatlar, eyni zamanda Pakistanla Hindistan arasında Kəşmir məsələsi yenə canlandı və yenə də danışıqlar prosesi bərpa olundu. Tayvan məsələsi hər zaman təzyiq mexanizmi olaraq saxlanılır. Bunların hamısının qısa müddətdə həll olunmasını ya da ki bir keçid dövrünün formalaşmasını düşünmək çətindir. Amma 2026-cı il düşünürəm ki, yeni dünya nizamının formalaşması üçün ən həll edici məqamlardan biridir. İstər İran məsələsi ilə bağlı olsun, istərsə də bütövlükdə dünyanın bölünməsi ilə bağlı. Baxın, paylaşılan xəritələrdə Rusiyanın təsir dairəsi, Çinin təsir dairəsi və Amerikanın təsir dairəsi olaraq dünyanın bölüşdürülməsi ehtimalından üç qütblü dünya nizamından danışılır. Bu üç qütblü dünya nizamı asanlıqla həyata keçirilə biləcəkmi? Çünki Böyük Britaniya yoxdur orada. Avropa İttifaqının ümumiyyətlə orada təmsil olunduğunu görmürük. Türkiyə kimi kifayət qədər önəmli qlobal təsirlərə sahib olan bir dövlət Rusiyanın təsir mexanizmi olaraq göstərilir. Bu heç bir halda reallaşması mümkün olan bir yanaşma
danışmalar deyil. Deməli, qarşıdurmalar qaçınılmazdır. Bu qarşıdurmalar hansı həddə irəliləyə bilər, inkişaf edə bilər və yeni dünya nizamında hərbi siyasi bloklaşma baxımından da, ideoloji baxımından da kim kimin tərəfindədir? Yəni hər kəs artıq öz mövqeyini seçmək məcburiyyətində qalır. Çünki neytrallıq və hər hansısa bir formada dövlətlərin müəyyən mənada əvvəlki mövqeyini qoruyub saxlaması nə qədər mümkün olacaq? Çünki NATO çökürsə onsuz Türkiyə ya da digər dövlətlər, NATO üzv dövlətləri öz təhlükəsizliklə bağlı yeni çətirlərin formalaşdırılması inisiativi ilə, təşəbbüsü ilə çıxış etməlidir. Və bu kontekstdə dəyərləndirəndə biz yaxın perspektivdə ən azından bir neçə il ərzində bu prosesin tamamlanmasını müşahidə edə bilərik. Amma 2026-cı il yenə də təkrar edirəm, düşünürəm ki, dönüm nöqtəsidir. İrandakı proseslərin çox uzun müddət davam edəcəyini düşünmürəm. Çünki ən azından təhlükəsizliklə bağlı müəyyən bir fasilə dövrünün olması üçün İranla Qərb arasında, xüsusilə Amerika Birləşmiş Ştatları, İran, İsrail, İran münasibətlərində danışıqlar mərhələsinin olması qaçınılmazdır. Bu uzun bir dövrdə İranla ABŞ arasında olan ya da Qərblə İran arasında olan danışıqların olmaması nə qədər fəsadlı nəticələrin olduğunu 2015-ci il çərçivə sənədinə qədər gedən prosesdə aydın şəkildə müşahidə ediblər və Şimali Koreya nümunəsi də var. Təcrid olunma nə qədər ciddi təhlükə formalaşdırır və düşünürəm ki, bu analoji müqayisələrdən irəli gələrək Amerika çalışır ki, İranla danışıqları davam etdirsin. Eyni zamanda müəyyən mənada dəyənək siyasətində davam etdirib təhdidlərini ortaya qoyur. Bu təhdidlər çəkindirmə xarakteri daşıyır. Düşünmürəm ki, Amerikada hal-hazırda Ağ Evdə İranla uzunmüddətli bir hərbi əməliyyatların tərəfdarı olan kimsə olsun. Baxmayaraq ki, başlamışkən bitirək düşüncəsi mümkün deyil. Çünki İran sadəcə Amerikanın həll edə biləcəyi bir məsələ də deyil. Çünki tarixi dövrdən nəzərə alsaq, imperiya keçmiş olan bir dövlət kimi İranla mübarizə aparmaq çox da asan deyil və Amerikanın tarixdən belə uğursuz əməliyyatları kifayət qədər çox olub. Eyni zamanda yerləşdiyi coğrafiya baxımından bugün Rusiya nə qədər də İrana hər hansı bir dəstək verə bilməsə də belə bir uzun müddətli müharibə onun üçün də arzu olunan deyil. Türkiyə kifayət qədər önəmli faktorlardan biridir və İran daxilində yaşayan böyük bir türk kimliyi də var. Onların hüquqlarının müdafiəsi məsələsi də var. Yəni geniş kontekstdə dəyərləndirəndə heç də düşünmürəm ki, İrana müdaxilə ya da hər hansısa bir formada İranla bağlı məsələlər o qədər asanlıqla həll olunsun. Səsləndirilən təhdidlər sadəcə çəkindirmə xarakteri daşıyır və heç biri də onsuz İranın daxilində insanların hüquq və azadlıqlarının müdafiə olunmasını hədəfləmir. Onsuz indiki dövrdə əgər Venezuelaya bu qədər sürətli şəkildə müdaxilə edib, onun liderini və liderin xanımını həbs edərək Amerika Birləşmiş Ştatlarına aparan bir dünya nizamından danışırıqsa, burada hər hansı bir hüquq və azadlıqların dövlətlər, xüsusilə də qlobal güclər üçün önəmli olmadığını da aydın şəkildə ifadə edə bilərik. Ağırlı tərəflərdən biri İrandakı türk dilli bizim soydaşlarımızdır. Onlar bu məsələdə bəzən səslənir, yəni mediada bu fikirlərdə daha çox Amerika və yaxud da ki, Qərbin bu prosesdə həmin xalqdan istifadə etmək, onların azadlıqlarını özlərinə vermək, bərpa eləmək nə qədər real görsənir? Yəni onlar bu prosesin içərisində aktiv iştirak edərlərmi? Qərbin belə deyək də siyasi tərəf olaraq. Bunu iki istiqamətdə dəyərləndirir. Düşünürəm ki, Təbrizdə artıq bununla bağlı etirazlara müəyyən mənada dəstək verən qüvvələr var. Amma Qərbin dəstəyi ilə bunun edilməsi düşünürəm ki, kifayət qədər dağıdıcı bir nəticələrə gətirib çıxarda bilər. Ümumiyyətlə heç bir cəmiyyətdə, heç bir dövlətdə xaricdən dəstəklə yenilik və ya inkişaf ola bilməz. Bu ancaq daxildən olmalıdır. Və daxildən, xaricdən olan bütün müdaxilələrin hər biri sadəcə öz maraqlarına və strateji hədəflərinə nail olmağı əsas nəticə olaraq özləri üçün görür. Onların heç birini yenə də təkrar edirəm, o insanların hüquqları, azadlıqları ya da hər hansısa bir formada onlarla bağlı olan zorakılıq aktları maraqlandırmır. Və düşünürəm ki, bu istiqamətdə soydaşlarımız kifayət qədər soyuqqanlı və praqmatik yanaşır. Daha əvvəlki etirazlarda manipulyasiyalara getməmişdi. Amma bu öz hüquqlarının müdafiəsi ya da hər hansısa bir formada olan təzyiqlərin aradan qaldırılması ilə bağlı fikirlərin səsləndirilməsi də ən təbii haqlarından biridir. Və Pezeşkiyanın ortaya qoyduğu yanaşma etirazçıların çıxışlarına və onların narazılıqlarının dinlənilməsi, lazım olduqda ortaq məxrəcdə islahatların həyata keçirilməsi ilə bağlıdır. Məhz bu nöqtədə oradakı soydaşlarımızı, Cənubi Azərbaycanlıları, məsələ Pezeşkiyan və mövcud legitim siyasi hakimiyyətlə birləşdirən kifayət qədər çox məqamlar var. Mən düşünürəm bu istiqamətdə addımlar atıla bilər. Ümumiyyətlə dünyanın heç bir yanında müharibələrin və insan ölümünün olmasını istəməli. Özəlliklə qonşumuz olan İran və orada bu qədər soydaşımızın yaşadığı bir ərazidə biz müharibələri istəmirik, müharibələrə yox deyirik. Bugün həqiqətən də dünya bir ağırlı, sancılı bir dönəmdən, prosesdən keçir və biz ümid eləyək ki,
biz daha yaxşı bir dünya qalacaq və biz bu dünyada daha rahat, daha geniş imkanlardan istifadə edəcəyik. Sadəcə ədalət yox, bərabərlik əsasında da eyni zamanda münasibətlərin formalaşdırdığı yeni bir sistem, yeni bir dünya nizamının olması arzusu ilə hər zaman prosesləri müzakirə edərkən fikirlərimizi tamamlayırıq. Düşünürəm ki, bütün hər kəs üçün dünyanın istənilən nöqtəsində yerləşən dövlətlər və cəmiyyətlər üçün eyni bərabər dəyərlərin və prinsiplərin yaradıldığı bir dünya nizamı nəhayət ki, bir ədalətin təmin olunmasını hədəfləyə bilər. Amma çox təəssüf olsun ki, qlobal güclər üçün maraqlar, strateji hədəflər hər zaman insanların həyatından və onların hüquq və azadlıqlarından daha üst mövqedə olub və bizim bu istəyimiz də, arzumuz da yaxın gələcəkdə reallaşacaq deyə düşünək. İnşallah. Qərbdə belə bir fikir var idi. Deyir, əgər ölkəndə müharibə olmasını istəmirsənsə, sərhədlərini genişləndir. Bugün təbii ki, Amerika on minlərlə kilometr uzaqdan gəlib bizim bu yaxın ərazilərimizdə hər hansı bir müharibənin aparması öz ölkəsinə çox da bunu hiss etdirmir, amma bizə bu hiss etdirə bilər və ümid eləmirik, arzu eləmirik ki, müharibələr olsun. Aytən xanım, dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə təşəkkür edirik. Mən təşəkkür edirəm. Çox sağ olun, minnətdaram, sağ olun. İranda baş verən mitinqlər region üçün mühüm suallar doğurur və proseslərin inkişafı da diqqətlə izlənməlidir. Bu mövzu ilə bağlı dəyərli fikirlərinə görə politoloq Aytən Qurbanovaya təşəkkür edirik. Bizi izlədiyiniz üçün sağ olun, növbəti perspektivdə görüşənədək.